Şəkildəki kuboidin tam səthinin sahəsinin ədədi qiyməti onun bütün tillərinin uzunluqları cəminin ədədi qiymətindən 10 vahid çoxdur. X-in qiymətini tapın. Kuboidin tam səthinin sahəsini yazsaq, yəni tilləri 3, x və 3-dür. S tam bərabərdir. Kuboidin 6 üzü var və onlar cüt-cüt bir-birinə bərabərdir. Yəni 3 cür fərqli ölçüdə 6 cür üzü var. 6 üzü var. 2 vurulsun. Birinci oturacağı hesablasaq biz 3 vur 3 olacaq. 3 vur 3 üstə gəlinsin. 3 vur x üstə gəlinsin. 3 vur x. Yəni 3 ölçüydür. Düsturumuz S bərabərdir. 2 vurulsun. A, B üstə gəl A, C üstə gəl B, C şəklindədir. S tam alınacaq. ST yazacaq. S tam bərabərdir. 2 vurulsun. 9 üstə gəlinsin. 3x, 3x o da 6x eləyir. 9 üstə gəl 6x. Vurub açsaq 18 üstə gəlinsin 12x. Və bu tam səthin sahəsinin ədədi qiyməti bütün tillərin uzunluqları cəminin ədədi qiymətindən 10 vahid çoxdur. Bütün tillər dedikdə hər tildən 4 dəfə, yəni təkrar getdiyi üçün 4 vurulsun 3 üstə gəl. 4 vurulsun 3 üstə gəl. 4 vurulsun x. Alınır 12 üstə gəl 12 üstə gəl 4x. Yəni 24 üstə gəl 4x. Və 18 üstə gəlinsin 12x tam səthin sahəsidir. Bütün tillərin uzunluğundan 10 vahid çoxdur. 24 üstə gəl 4x-dən 10 vahid çoxdur. Hesablayaq. Deməli 18 24 10-u toplasaq 34 üstə gəlinsin 4x bərabərdir. 18 üstə gəl 12x. 34 çıxılsın 18. Məchullar bir tərəfə, məlumat bir tərəfə yığaq. 12x çıxılsın 4x. Sağdan sola, sola sağa keçirdikdə ədədlərimizin işarəsini dəyişirik. 34-dən 18 çıxsaq 16. 12x-dən də 4x çıxsaq qalar 8x. Buradan da alırıq ki, x bərabərdir 2-yə.